Bugün Azərbaycan Avropanın enerji təhlükəsizliyi məsələlərinin həllində Avropa ilə bu istiqamətdə tərəfdaş kimi işləyir. Təsadüfi deyildir ki, Respublikamız Cənub Qaz Dəhlizinin əsas iştirakçısı, əsas təşəbbüskarıdır. Cənub Qaz Dəhlizi Xəzərdən Avropaya təbii qazın nəql edilməsi üçün nəzərdə tutulan böyük qaz boru kəməri, nəhəng infrastruktur layihəsidir. Xəzər dənizinin Azərbaycan sektorundakı Şahdəniz yatağının işlənməsinin ikinci mərhələsi çərçivəsində çıxarılan qazı Gürcüstandan keçməklə Türkiyəyə və oradan da Avropaya daşıyan 3500 kilometrlik Cənub Qaz Dəhlizi 3 kəmərdən ibarətdir. 2025-ci il 4 aprel tarixində Bakıda, Gülüstan sarayında Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində Nazirlərin 11-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində Nazirlərin 3-cü iclasları keçirildi. Azərbaycanın enerji siyasətinə, Cənub Qaz Dəhlizinin əhəmiyyətinə, perspektivlərinə toxunan Prezident İlham Əliyev bildirdi ki, Avropa Komissiyasının yüksək rütbəli nümayəndələrinin qeyd etdikləri kimi, Azərbaycan enerji sahəsində etibarlı tərəfdaşdır və Pan-Avropa qaz təchizatçısıdır. Dövlət başçısı çıxışında vurğuladı ki, əgər təbii qaza qənaət etmək imkanı verən yaşıl enerji gündəliyini də əlavə etsək, Azərbaycan enerji təhlükəsizliyi baxımından tərəfdaşları üçün daha mühüm rol oynayacaq. Azərbaycanda alternativ və bərpa olunan enerji mənbələrinin inkişafı üçün böyük bir potensial mövcuddur. Qeyd edək ki, 2020-ci il 9 yanvar tarixində Azərbaycanın Energetika Nazirliyi ilə Akva Power və Mastar şirkətləri arasında bərpa olunan enerji üzrə pilot layihələrin reallaşdırılmasına dair icra müqavilələri imzalanıb. Bu müqavilələr bizə 2030-cu ilə qədər 6 gigavat günəş və külək enerjisi təmin edəcək. Bunun da nəticəsində daxildə bugün elektrik enerjisinin istehsalında istifadə etdiyimiz təbii qaza xeyli dərəcədə qənaət etmək imkanı yaranacaq və həmin qaz ixraca yönələcək. İşğaldan azad edilmiş Şərqi Zəngəzur və Qarabağ ərazilərində isə 270 meqavatlıq su elektrik stansiyaları qurulub. Artıq 30-dan çox kiçik su elektrik stansiyası istismara verilib və maksimum növbəti 5 ildə bu rəqəm əlavə 30 kiçik su elektrik stansiyası ilə 500 meqavata çatdırılacaq. Beləliklə nəticədə 2030-cu ilə qədər 6,5 gigavatlıq enerji potensialı yaranacaq. Respublikamızın gerçəkləşdirdiyi enerji siyasəti bütövlükdə regionun siyasi və iqtisadi inkişafına, rifahına xidmət edir. Azərbaycan bugün Avropa, bütövlükdə dünya enerji bazarında aparıcı qüvvədir. Cənub Qaz Dəhlizi Azərbaycanın Avropa İttifaqı ilə münasibətləri baxımından da tarixi hadisədir. Bununla Azərbaycan, Avropanın enerji təchizatının şaxələndirilməsi məsələsində getdikcə artan vacib rol oynayacaq. Azərbaycan bugün dünyəvi arenada arzulanan strateji tərəfdaşdır. Dövlətimizin enerji təhlükəsizliyinə verdiyi töhfələr danılmazdır. Bu səbəbdən də bugünkü mürəkkəb beynəlxalq şəraitdə Azərbaycanla əməkdaşlıq diqqət mərkəzindədir. Həyata keçirilən məqsədyönlü və praqmatik siyasət nəticəsində Azərbaycan Respublikası beynəlxalq enerji təhlükəsizliyi sisteminin başlıca subyektlərindən birinə çevriləcək.